себе çəkməyəcəm. Axı mən gördüyünüz kimi belə bir set var. Yaxından çək bir dənə. Həngəl seti adlanır. Və biz bunu bu günləri dadıb, yəni belə deyək də dad test edəcəyik. Birinci yarpağın dadına baxaq. Çox dadlıdır və çox yumuşaqdır ən əsası, bərk deyil. İndi də qızardılmış gürcü xəngəlinin dadına baxırıq, acıqaya batıraraq. Uf. Xırt. İndi də gürzəni qatığa batırırıq. Yaxından bax belə. Və bütöv halda uduruq. Bəh. Dostlar, bu isə bildiyimiz normal gürcü xəngəlidir. Və bunu indi yeyəcəyik. İçi doludur, görürsünüz. Ləzzət. Deyərsiz setdən doymadın deyə qatıq yeyirsən, yox. Acıq o qədər gözəl idi, o qədər gözəl dadı var idi ki, o qədər tökdüm ki, axırda ağzımdan aloy yağır. Amma axırda doymasaz, yəni qatıqdan da yeyə bilərsiniz, problem deyil. Bunu belə dişləyəndən sonra içinə qatığı belə tökürsən, belə. Belə qatıqdan bir yerdə belə. Kimdən себе çəkməyəcəm. Axı mən